Əliyevin atasıdır. Onun yanında Salih Nuriyev, şəhid Salih Nuriyevin atasıdır. O bir tərəfdə dayanan yoldaş şəhidimiz Rüfət Mustafayevin atasıdır. Həmçinin Rüfət Mustafayevin anasıdır. Bax, burada birinci qadın. Onun yanında Əbil Cəbizadənin anasıdır. Şəhidimiz Əbilin anasıdır. Həsən Quliyev Səbuhinin anasıdır. Burada onların yanında dayanan mənim bacımdır, Abdullanın birisidir. Mehdi müəllimdir, Güllü müəllimədir. Ondan sonra Yeganə Bəxtiyar şəhidimizin anası Yeganə bacımızdır. Burada iştirak edir. O müəllimənin adını mən bilmirəm dəqiq. Pərvanə müəllim, Allah saxlasın. Əbdülrəhmanlı şəhidimiz Əbdülrəhmanlı Sabirin maması buradadır, Mehbarə xanım. Şəhidimiz Kərim Əhmədəliyevin anası buradadır. Abbaslı Evgün, şəhidimiz Abbaslı Evgünün anası Sevda xanımdır. O da Tamilə xanımdır, məsələn, təqdim edeyim, qoyayım. Ondan sonra Qubad Əliyevin atası da buradadır, həmçinin anası da buradadır, Nigar xanım buradadır. Ondan sonra şəhid Mizatımızın anası Əfsanə xanım buradadır, Allah ömür versin hər birisinə. Sonra Niyamətli, şəhid Niyamətlimizin anası Həcər xanım buradadır, şəhid Ruslanımızın anası Rəna bacımız buradadır, şəhid Səmir Əliyevin anası Əsmər bacı buradadır. Ondan sonra şəhid, deyərdim belə incilməsin, qeyri-adi bir familiyası, Qorçev ananın anası bizim ən çox istədiyimiz analardandır. Asiyə xanım buradadır, Allah ömür versin hər birimizə. Şəhid Salih Nuriyevin anası Rəmziyə xanım buradadır. Ondan sonra şəhid Zabidin Kansizbur sinifindəyik, anası Nəzakət xanımdır. Şəhid Şəhriyarın da anası Xalidə xanım buradadır. Və biz də buradayıq, şəhid Abdullahın anası Vadı xanım da buradadır. Hər birimizə möhkəmlik arzulayıram, səbir arzulayıram, özüm arzulayıram. Onsuz da bu bizdən gedən geri dönməyəcək, biz orada gedəcəyik. Ona görə də Allahın verdiyi bu möhlətdə ayaq üstə durmaqda çalışaq ki, bir-birimizdən müğayət olaq, ayan olaq və elə bir ordu yaradaq ki, necə oğullarımız qorxmayıb düşmən qabağında, biz də bax, belə həyatda addımlayaq. Bundan ötəri, bura kimlər gəlib iştirak edir, hər birimizə minnətdarıq. Geri dönmürsən, nə mən sənə çatmıram, səni axtarmaqdan, əldən düşüb yorulmuşam, həsrətindən yanan könlüm səni bir an unutmadı, hər mənzildə xatırladı, niyə məndən uzaqdasan, səndən ötür darıxmışam, nə aramda, nə dağdasan, sənə tərəf ay deyilən, il deyilən yol gəlmişəm, nəyə lazım bu dünya ki, İstiqvam tez dağıldı. Allah rəhmət eləsin. Allah şəhidlərimizə rəhmət eləsin. Allah cəmaatımıza elimizi qorusun. Yəni, bax, bu elə onu xatırlatdı mənə ki, bu körpə hətcə baladır. Bunu hamı çox inansız. Məktəbə kim daxil olur regionaldan və yaxud da hansısa şöbədən, hamının qarşısına qaçacaq, əzləyəcək onu. Allah qorusun. Bu da bir siyasətdir də, vəziyyətdən çıxır da. Böyüyür, boyu balaca da olmasa əməllərindən böyüyür. Allah qorusun. Çox şadam.